Bu videoda makyaj alışverişində nələr aldığımı göstərəcəm sizə. Birinci Influence'un fiksatoru idi. Bunu bir müddət istifadə etdikdən sonra sizinlə fikirlərimi bölüşəcəm. Əslində Top Face markasının fiksatorunu almağı düşünürdüm. Sadəcə mağazadakı satıcı bunu məsləhət gördü. İkinci olaraq Golden Rose'un eyelinerı. Hal-hazırda istifadə etdiyim eyelinerim olduğu üçün bunu zapaz olaraq almışam ki, bitən kimi əlimin altında olsun. Daha sonra Vivienne Savon'un belə bir pamadası. Pamadalarımın arasında bu rəng olmadığı üçün belə bir rəngi götürdüm. Bu arada rəng olaraq nömrəsi 07-dir. Concealerım bitmişdi. Yenə də satıcının məsləhəti ilə Influence'un concealerını götürdüm. Rəng olaraq 01. Bu arada çox da razı qaldım. Örtücülüyü mükəmməldir və uzun müddət istifadə edəcəyimi düşünürəm. Gündəlik həyatımda çox az tətbiq edirəm, amma buna baxmayaraq yenə də öz istədiyim nəticəni ala bilirəm. Daha sonra Revolution'un belə bir pudrası. Bundan da çox razı qalmışam. Makyajı qəşəng sabitləyir. İçindən kiçik bir süngəri çıxır və bir də güzgüsü var. Kiçik olması isə mənim işimə çox yarayır, çantamda rahat daşıya bilirəm. Yenə Vivienne Savon'dan dodaq karandaşı. Razı qaldım, normal dodaq karandaşıdır, wow deyəcək bir tərəfi yoxdur, əsas odur işini görür. Bu iki testeri isə hədiyyə olaraq verdilər. Cəm olaraq qiymət bu qədər oldu. Videoların davamı üçün məni izləməyi unutma. Sağ olun.